Deməli, uşaqlar sual cümlələrine davam elətdirik. Onlarla bağlı qaydalarımızın izahına. Axırıncı bölməmizə gəldik. Cümlənin ikinci dərəcəli üzvlərinə bir də mübtəda xəbərə sual verməyə gəldik. Bunları işləməkdən ötürü tərcümə də biraz lazım olasın. Əsas orada qrammatik biliklər lazımdır ki, ola bilməsəz doğru variant seçə bilməyəsiniz. Birinci qayda düzgün söz sıralanması. Bilirik sual cümlələrində sıralama nətər olurdu? Birinci gəlir, ay sağ ol, sual əvəzliyi, Köməkçi feil, arxasınca köməkçi feil, əsas feil, mübtəda, köməkçi feil, arxasınca mübtəda və arxasınca xəbərin davamı. Yəni hansı hissələr qalırsa, o hissələr davam edir. Köməkçi feilimiz təkcə bir xəbər ola bilər, cümlədə əvvələ keçə biləcək. Məsələn, bir dənə cümlə götürək. You work in the city. Nə deməkdir? Sən şəhərdə işləyirsən. Şimdi bu cümləni suala çevirək. Sən şəhərdə işləyirsən. Cümlədə nəyimiz var? Bir dənə feil xəbərimiz var. Nə ilə? Deməli, bu cümlə intonasiyanın general question, yəni ümumi sual cümləsinə çevirsək, cümlə olduğu kimi qalır, qabanı qoyduq, do köməkçi feili və salam. Bu oldu ümumi sual cümləsi. Bir də bunu sual əvəzliyinə, yəni xüsusi sual cümləsinə çevirmək lazımdır. Xüsusi sual cümləsinə çevirəndə cümlənin hansısa bir üzvünə sual vermək lazımdır. Məsələn, burada verək şəhərə. Deyək ki, sən harada işləyirsən? Birinci qoyuluq sual əvəzliyi və sonra davamınca nə gəlirdi? Köməkçi feil. Yəni bu sıralama davam edir. Eyni şeydir, cümlə başına və qoyursan və buradan da sual verdiyimiz cümlə üzvünü götürürük. Və do you work? Sual əvəzliyi, köməkçi feil, mübtəda və xəbər. Oldu? Sıralama bu formada gedir. Deməli, biz test işləyəndə, bu ikinci, axırıncı daha doğrusu başlığı işləyəndə birinci diqqət edirik ki, bu sıralama doğru olsun. Sual əvəzliyi gəlməlidir, arxasınca köməkçi. Bu köməkçi feil do olmayıb, modal feillər ola bilər. Does da ola bilər, təbii, does, did ola bilər. Can, may, must kimi modal feillər ola bilər. Gələcək zaman will, shall ola bilər. Sonra am, is, are, was, were, bunlar ola bilər. Yəni təkcə do olacaq deyə bir şey yoxdur. Sonra məsələn sıralamalarda nə səhvlər olasıdır? Məsələn belə bir şey verəsidir. Where did you worked? Doğrudur bu? Xeyr. Niyə yanlışdır? Çünki work'ün keçmişdi də keçmişdi. Ay sağ ol. Bu did hansı feildir? Do feilidir. Do'nun keçmişidir. Niyə keçmiş zamanda oldu? Çünki biz bu feildəki keçmiş zamanı veririk köməkçiyə. Ona görə bu buradan düşməlidir. Və yaxud da başqa bunu oxşar, üçüncü şəxsin təki ilə belə səhvlər verirlər. Where does she works? Ay sağ ol. Yenə S hardan yarandı? Feildəki S götürdü. O keçməliydi bura. Ona görə də sonunda S verirsə yanlışdır. Və yaxud da qısa konkret belə yadda saxlayırıq ki, cümlədə do, does, did köməkçi feili varsa, bizim əsas feillərimiz heç bir şəkildə qəbul eləməməlidir. Öz köklərində işlənməlidir. Deməli, birinci qayda bu sıralamaya diqqət edirik. İkinci qayda do, does, did olan cümlələrdə əsas feil öz kökündə işlənməlidir, ona diqqət edirik. Üçüncü qayda variantlarda tez-tez qabağımıza çıxasıdır. Məsələn, does, go. Nə bilim, did, went, do, come. Kimi belə cümlələr içində görəsiniz ki, belə ifadələr yan-yana işlənir. Yadda saxlayaq, do, does, didlə əsas feil heç yan-yana işlənməzlər. Çünki köməkçi feil harada işləndi? Mübtədadan baxın, mübtədadan öndə işləndi. Nümunələrə də baxın, mübtədadan öndədir, mübtədadan öndədir. Bunlarda da elə, mübtədadan öndədir. Yəni biz heç bir cümlədə do, does, didlə əsas feili yan-yana verə bilmərik. Bunlar yanlışdır. Və dördüncü qaydamız nə olasıdır? When, what time. Nə deməkdir bunlar? Nə vaxt? Ay sağ ol. Bunlar olan cümlədə biz bitmiş zaman işlədə bilmərik. Yəni have, has və yaxud da bir keçmiş bitmiş. Have, bunların arxasınca verb 3, feil 3-cü formasını vermək olmaz. Sıralanma doğru verəsidir, hər şeyi düzgün verəsidir. Sadəcə bunlar niyə vermək olmur bəs? Çünki bitmiş zamanda xatırlayırsınızda demişdik ki, bitmiş zaman işlətmə məqsədimiz hadisənin nəticəsini göstərməkdir. Hadisə keçmişdə qeyri-məlum, dəqiq olmayan bir zamanda baş verir, bizə nəticə göstərilir. When and what time isə bizdən dəqiq zaman istəyir ki, filan şey nə vaxt baş verdi.
Ona görə bunda nəticə göstərilir. Bu isə bizdən dəqiq zaman istəyir. O səbəbdən bunlar olan, sual əvəzləri olan cümlədə biz bitmiş zaman verə bilmərik. Sıralama doğru olsa belə biz variantı səhv götürürük. Oldu? Bunlara diqqət edirik və salam. Gün içində testlərimizi işləyirik. Bu qədər. Sualınız var? Yox. Tamam.